Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizlər üçün hidrogen xlorid və xlorid turşusu alınması xassələri haqqında yeni test topsusu üzrə danışacağıq. Başlayaq birinci sualdan. Hansı maddə nə xlorid turşusu, nə də xlorla reaksiya daxil olmur? Gəlin baxaq, birinci mis oksid verib. Mis oksid mən bilirəm ki, mis oksid xlorla reaksiya daxil olmur, amma H xlorla reaksiya daxil olur. Məsələn üçün yazaq mis oksid plus xlor. Burada reaksiya baş verməyəcək, amma H xlorla olsa mis oksid plus H xlor. Burada nə alınacaq? Duz plus su. Mis xlorid plus H2O. Bizə lazımdır hər ikisilə reaksiya daxil olmasın. B variantına baxaq. B variantında silisium oksid verib. Silisium oksid xlorla reaksiya daxil olmur. Bir də uşaqlar, silisium oksid H xlorla reaksiya daxil olmur. Və doğru cavab olacaq B variantı. B variantı. Məsələn, burada dəmir verib. Dəmir həm xlorla, həm xlorid turşusu reaksiya daxil olacaq. Amonyak verib. Amonyak H xlorla reaksiya daxil olur. Amonium xlor deməli gətirir. Xlorla reaksiya daxil olmur. Burada mis verib. Mis xlorla reaksiya daxil olur. Mis xlorid duzu əmələ gətirir. Amma hidrogendən sağda olduğu üçün H xlorla reaksiya daxil olmur. Doğru cavab ona görə B variantı olur. İki, hansı maddə həm xlorid turşusu, həm də xlorla reaksiya daxil olur? Yenə deyirəm uşaqlar. Burada mis, A variantına mis verib. Mis dedim, xlorla reaksiya daxil olacaq. Alınacaq mis xlorid. Amma mis H xlor ilə reaksiya daxil olmayacaq. Çünki metalların aktivlik sırasında hidrogendən sağda gələn metaldır. Yəni buradan hidrogeni çıxarda bilmir. B variantı kalsium hidroksid. Kalsium hidroksid həm xlorla reaksiya daxil olur, həm də H xlorla reaksiya daxil olur. Xlorla reaksiya daxil olanda alınır ağarcı əhəng. Kalsium xlorid plus kalsium xlor O plus su. Bu ağarcı əhəngin alınmasıdır. Bir də H xlorla reaksiya daxil olanda alınır kalsium xlorid plus su. Yəni hər ikisi reaksiya daxil olur. Silisium verib. Silisium heç bir reaksiya daxil olmur. D variantı natrium florid verib. Natrium florid H xlorla reaksiya daxil olur. Əməl gəlir natrium xlor H flor, amma xlorla reaksiya daxil olmur. Y variantında hidrogenlə xlor reaksiya daxil olur. Hidrogen xlor əməl gəlir, amma hidrogen turşularla ümumiyyətlə heç reaksiya daxil olmur. 3. Hansı maddə həm xlor, həm də xlorid turşusu ilə reaksiya daxil olsun? Yenə həmin sualdır uşaqlar. Baxın, burada verib aktiv metal. A variantı bəli. Kalsium həm xlorla reaksiya daxil olacaq. Alınacaq kalsium xlorid. Həm də H xlorla reaksiya daxil olur. Bir dənə də yazaq bura. H xlor. Alınacaq kalsium xlorid plus hidrogen. Elə doğru cavablar A variantı. Məsələn üçün B verib. B variantı H xlorla reaksiya daxil olmur. Hidrogendən sağda gələn metaldır. Kalium florid verib. Gəlin kalium florid də yazaq. Kalium florid H xlorla reaksiya daxil olacaq. Alınacaq nə? Kalium xlorid plus H flori alınacaq. Amma kalium florid birbaşa xlorla reaksiya daxil olmayacaq. Bilirik ki, burada xlor oksigen reaksiya daxil olmur. Karbon qazı heç bir reaksiya daxil olmur. Doğru cavab A variantı. 4. Dəmir verib bizə xlor ilə reaksiyası, bir də xlorid. Xlorla birbaşa reaksiya girəndə dəmir 3 valentli duz əmələ gəlir. Yəni ferium xlor 2. Amma xlorid turşusu, yəni H xlor ilə reaksiya girəndə alınır ferium xlor 2 plus hidrogen. İndi burada alınacaq ferium xlor 3, burada alınacaq ferium xlor 2. Doğru cavablar ona görə Y variantı. 5-ci sual. Yenə xrom verib. Xrom da uşaqlar dəmir kimi, əgər birbaşa xlor ilə reaksiya daxil olursa, xrom plus xlor. Birbaşa daxil olursa, burada əmələ gəlir xrom xlor 3, yəni 3 valentli duz əmələ gəlir. Amma H xlor ilə reaksiya daxil olsa, burada əmələ gəlir xrom xlor 2 plus hidrogen. Deməli, birinci nə verib? Xlorid verib. Ona görə xrom xlor 2. İkinci xlorla veribsə xrom xlor 3. Doğru cavab olacaq Y variantı. Keçək 6-cı suala. Deməli, reaksiya daxil olan maddələri verib alınan duzun molyar kütləsinin fərqinin münasibətini soruşur. Deməli, yazaq birinci H xlor. H xlor kalium hidroksidlə reaksiya daxil olanda plus kalium hidroksid. Onsuz burada əsasları hamısının eyni verib. Biz burada halogenlərə görə tapa bilərik. Prosto sizə rahat olsun deyə yazıram. Buradandır da kalium xlorid plus
su. H-brom. Kalium hidroksi reaksiya daxil olanda əmələ gəlir. Onda duzları yazın birbaşa, çünki suyu ehtiyac yoxdur. Kalium bromid. Deməli, H-florid kalium hidroksi reaksiya daxil olanda birbaşa, yəni duzu yazıram. Burada təbii ki, su alınır. Kalium florid. Baxın, bizim duzlarımız, alınan duzlarımız bunlar, düzdürmü? Kalium xlorid, kalium bromid, bir də kalium florid. Deməli, uşaqlar, onsuz burada kaliumlar var, damısı. Yəni, bu kaliumları mən ixtisar eləsəm, bax, bunu üstünə ixtisar etmirəm. Burada kütlə fərqi nəyə görə olur? Buradakı halogenlərə görə. Xlorun öz kütləsi neçədir? 35,5. Brom neçədir? 80. Flor neçədir? 19. Yəni, burada kütləsi ən böyük hansıdır? Burada brom, düzdür? Yəni, B. B böyük olacaq nədən? A-dan. O da böyük olacaq C-dən, yəni flordan. Doğru cavablar A variantı. Keçək 7-ci suala. Bu da eyni sualdır. Deməli, natrium OH verib, H-xlor verib. Yazaq. H-xlor plus natrium hidroksid. Burada nə alınır? Birbaşa duzları yazsam. Çünki bizdən duzun kütləsini soruşur. Natrium xlor. İkinci H-xlor plus kalium OH. Burada nə alınacaq? Kalium xlorid. Burada nə alınır? H-xlor plus litium OH plus litium xlorid. İndi uşaqlar yazıram. Bax, alınan duzlar budur. Düzdürmü? Su da təbii ki, alınır. Hamısına su qoyaq. Deməli, alınan duzlar natrium xlorid, kalium xlorid plus litium xlorid. Bu da bayaq kimi. Onsuz burada kütlə fərqi nəyə görə olacaq? Bax, burada hamısında bir dənə xlor var. Yəni, bu xlorları sən ixtisar eləsən, yerdə nə qalır? Natrium. Burada kütlə natriuma, kalium, yəni metallara görə olacaq bir sözlə. Burada 23 qram natrium var, 39 qram kalium var, 7 qram da litium var, düzdürmü? İndi burada ən böyük kütlə hansında olur? 39, yəni B-də. İkinci böyük natriumda, yəni A-da. Üçüncü böyük, ən kiçik 7-də, yəni litiumda. Yenə B böyükdür A-dan, o da böyükdür C-dən. Doğru cavablar Y variantı. 8-ci sual. Hansı reaksiya tənliyi sənayedə hidrogen xloridin alınmasını əks etdirir? Hidrogen xlorid ilə birbaşa hidrogenlə xlorun birləşməsindən alınır temperaturla. Doğru cavablar A variantı. 9. Həm xlorla, həm də xlor turşulə reaksiya daxil olan maddələri göstərin. Ümumiyyətlə bizə verib natrium sulfat. Natrium sulfat nə xlorla? Natrium sulfat yazaq. Bu formada yazaq. Plus xlor 2, bir dənə də yazaq. Plus H-xlor. Nə xlorla uşaqlar reaksiya daxil olar, nə də H-xlorla reaksiya daxil olur. Çünki burada bilirik ki, H-xlordakı xlor SO4-dən zəifdir, yəni çıxarda bilməz. İkinci alüminium verib. Bəli, alüminium həm xlorla reaksiya daxil olar. Alüminium xlorid alınır. Bir dənə də H-xlorla reaksiya daxil olar. Yenə alüminium xlorid plus hidrogen verir. Yəni mən 2-ni götürə bilərəm. 3-ü mən mis verib, 3-ü mən götürə bilmərəm. Nə üçün? Çünki bilirəm ki, mis xlorla reaksiya daxil olacaq, amma H-xlorla reaksiya daxil olmayacaq. Ona görə bunu çıxıram. Natrium hidroksid. Natrium hidroksid bəli, həm H-xlorla reaksiya daxil olur. Natrium xlor plus su verəcək. Xlorla reaksiya daxil olur. Javel suyun alınması natrium xlor O, natrium xlor plus H2O verəcək. Yəni doğru cavab olur 2 və 4. D variantı 10. Həm xlorla reaksiya daxil olsun, həm də xlor turşusu reaksiya daxil olan maddəni göstərin. Yenə baxaq, kalium nitrat. Kalium nitrat uşaqlar, yenə yazıram, kalium NO3 plus xlor 2 H-xlor. Burada nə xlorla, nə də H-xlorla reaksiya daxil olmayacaq. H-xlorla niyə daxil olmur? Çünki turşun tərkibindəki xlor NO3, ümumiyyətlə H-xlor belə deyək, NO3-dən eyni qüvvətli, yəni çıxarda bilməz. Dəmir verib. Dəmir bəli, bayaq yazdıqda həm xlorla, həm H-xlorla reaksiya daxil olur, duz əmələ gətirir. 2 valentli və 3 valentli. Gümüş. Gümüş uşaqlar məsələn H-xlordan sağda yerləşdiyinə görə reaksiya daxil olmayacaq. Düzdürmü? Ona görə bu da getdi, bu da getdi. Yerdə nə qalır? Kalsium hidroksid. Kalsium hidroksidin də bayaq reaksiyasını yazdım. İndi də yazaq. Xlorla reaksiya nə verir? Alınır kalsium xlorid, kalsium xlor O 2 dəfə plus H2O. Xlorla H-xlor nə alınır? H-xlor. Burada alınır kalsium
xlorid plus H2O. Yəni hər ikisi reaksiya daxil olur. Doğru cavab olur 2 və 4 Y variantı. 11-ci sual. Xlorid turşusu hansı maddə ilə reaksiya daxil olur? Bu da həmçinin uşaqlar yenə həmin belə təkrar suallardır. Xlorid turşusu məsələn karbon qazıdır, silisium oksiddir, N2O-dur, SO2-dir. Bunlardan reaksiya daxil olmur. Əsas oksiddir, amfoter oksiddir. Bunlardan reaksiya daxil olacaq. Məsələn əsas oksid verib burada kalium 2O, yəni burada reaksiya daxil olacaq. Yəni kalium xlorid plus su alınacaq. 12-ci sual. Xlorid turşusu hansı maddə ilə reaksiya daxil olmur? Olur. Olur uşaqlar. Burada məsələn kalsium oksid verib, əsas oksid. Bu reaksiya daxil olur. Əsas oksid verilməsin verər tutaq ki, sink oksid. Yenə reaksiya daxil olur. Amma yerdə qalan karbon qazı, silisium oksiddir, N2O-dur, SO2-dir. Bunlar reaksiya daxil olmur. 13. Xlorid ionu hansı maddənin suda məhlulu ilə təyin etmək olar? Deməli, uşaq necə başa düşməlidir? Sən artıq elektroliz dərsini, dissosiasiya dərsini keçmisən, ion mübadiləsi reaksiyasını keçmisən deyə bilməlisən ki, biz burada təyin etmək üçün bizdə çöküntü alınmalı, düzdürmü? Çöküntü gör burada hansı maddələrdə alınır? Bax, xloridi yazıram bura. Bu çöküntü nəyə görə olur? Buradakı xlora görə olur, düzdürmü? Xlor ionuna görə. Xlor ionu hansı metal ilə çöküntü verir? Gümüşlə, düzdürmü? Deməli, gümüşün istənilən bir duzu ilə xlorid çöküntü verəcək. Məsələn, burada gümüş nitrat verib. Bəli, burada gümüş nitrat üstünə gəlsəm, burada nə əmələ gələcək? Gümüş xlorid çöküntüsü əmələ gəlir. Artıq sən biləcəksən ki, burada tutaq ki, gümüş nitrat duzu var, düzdürmü? Yerdə qalan bax kalium nitratdır. Reaksiya daxil olmayacaq. Sən bilməyəcəksən ki, burada deməli kalium nitrat var, yoxsa yoxdur. Olsun kalsium NO3 burada C variantı. Burada da bilməyəcəksən. Reaksiya daxil olmayacaq. Mis nitrat tutaq ki, mis xlorid çöküntü alınmır ki, mis xlorid alınır, çöküntü vermir. Belə də ki, ümumiyyətlə reaksiya baş vermir. Çünki burada NO3 var. H xlorid NO3 çıxarda bilməz. Y variantı həmçinin. Burada çöküntünü axtarmalısan. B variantı. 14-ə baxaq. Yenə həmçinin eyni sualdır. Xlorid ionu veribsə, xlorid ionu hansı bir yadımıza gəlir gümüşdən verilirdi. Bir dənə yadımıza gəlir quruqşun. Yəni quruqşun NO3 ilə reaksiya daxil olsa, quruqşun xlor 2 çöküntüsünü əmələ gətirər. Sən biləcəksən burada gümüş nitrat belə duzu var. Ona görə doğru cavab D variantı. 15. Hansı qaz adi şəraitdə suda yaxşı həll olur? Təbii ki, H-xlor uşaqlar. 16. Hansı metallar xlor turşusu reaksiya daxil olur? İlə baxaq A variantına. Sink verib, maqnezium, alüminium. Mən bilirəm ki, bu hidrogendən solda yerləşən metallardır və xlor turşusu ilə gözəl reaksiya daxil olub hidrogen qazını ayıra bilirlər. Elə doğru cavablar A variantı. B variantı nə pozur? Bax, natrium H-xlor ilə reaksiya daxil olur, maqnezium daxil olur, amma mis H-xlor ilə reaksiya daxil olmur. C variantında gümüş, quruqşun daxil olmur. D variantında heç biri daxil olmur, çünki hidrogendən sağda yerləşir. Y variantında da deməli burada ardıcıllığı mis pozur. Doğru cavab olur A variantı. 17. Hansı metallar xlorid turşusu reaksiya daxil olur? İndi dedim ki, civəni çıxırsan, çünki sağda yerləşir hidrogendən, bir də gümüşü çıxırsan. Yerdə qalan sinkdir, xromdur. Bəli, bunlar hidrogen xloridlə reaksiya daxil olub hidrogen qazını ayırırlar. 1 və 3. C variantı. 18. Hansı maddələr xlorid turşusu ilə reaksiya daxil olur? Məsələn üçün bizə verib kalsium ortofosfat. Sən artıq bilməlisən ki, kalsium ortofosfat çöküntüdür. Çöküntülər xlorid turşusu ilə reaksiya daxil olmaz. Ona görə bir olan cavabları at gəlsin. 2. Nə verib? Quruqşun nitrat. Artıq sən bilirsən ki, quruqşun nitrat H-xlor ilə reaksiya daxil olanda nə əmələ gəlir? Çöküntü. Düzdürmü? Çöküntü əmələ gəlirsə, deməli reaksiya baş verir. Deməli quruqşun xlorid, düzdürmü? Plus HNO3 alınır buradan. Deməli çöküntü alındığına görə reaksiya baş verəcək. Üçüncüsünə bax. Üçüncüsünə kalium karbonat verir plus H-xlor. Kalium karbonat H-xlordan zəifdir. Yəni H-xlor karbonatdan güclüdür. Ona görə bunu rahatlıqla çıxaracaq. Nə alınacaq? Kalium xlorid plus. İndi burada alınır karbonat turşusu. Bu karbonat turşusu da davamsız turşu olduğu üçün parçalanır karbon qazına və suya. Və doğru cavab olacaq. Doğru cavab 2 və 3. Natrium nitrat niyə getmir? Natrium nitrat plus H-xlor. Çünki xlorid ilə natrium nitrat eyni nitrat turşusu eyni qüvvətlidir. Ona görə reaksiya baş verməyəcək.
19. Hansı maddələr xlor turşusu ilə reaksiya daxil olmur? Məsələn üçün bizdə verib kalium-2 xromodur. Sən bilirsən artıq bu xlorun laboratoriyada alınmasında istifadə olunur, düzdürmü? Deməli bu reaksiya alınacaq. Nə alınırdı? Kalium xlor plus su. Yəni bu reaksiya baş verir. 2. Kalium nitrat. Kalium nitrat H-xlor ilə indi dedim ki, reaksiya baş verməyəcək. Nə üçün? Çünki H-xlorla NO3 eyni qüvvətli, yəni çıxarda bilmir. Deməli bu baş verməyəcək. Qurğuşun nitrat. İndi yazdım ki, qurğuşun nitrat. Bax burada yazdım. Deməli H-xlor ilə reaksiya daxil olur. Mis qurğuşun xlor çöküntüsü əmələ gəlir, nitrat turşusu əmələ gəlir, reaksiya baş verir. Amma mis verib, mis hidrogendən sağda yerləşdiyi üçün reaksiya baş verməyəcək. Doğru cavab olacaq 2 və 4 D variantı. 20. Hansı maddələr xlor turşusu ilə reaksiya daxil olmur? Baxaq. Bizə verib berilyum hidroksid. Bəli, berilyum hidroksid uşaqlar H-xlor ilə reaksiya daxil olacaq. Nə əmələ gələcək? Berilyum xlorid plus H2O. İkinci verib kalium xlorid. Kalium xlorid plus H-xlor. Görsən, bax, buradakı xlor, yəni bu H-xlorun tərkibindəki xlordur, düz deyilmi? Deməli, burada reaksiya baş verməyəcək. Həmçinin natrium nitrat. Burada NO3 turşuqalığı ilə xloriddən eyni qüvvətlidir, düz deyil. Ona görə burada da baş verməyəcək. 2 və 3 D variantı. Kalium permanganat da H-xlordan bilirsiniz ki, kalium xlor, manqan xlor plus H2O. Yəni xlorun laboratoriyada alınmasında istifadə olunur. Yəni reaksiya baş verəcək. 21. Hansı maddələr xlor turşusu ilə reaksiya daxil olur? Kalium xlorat verib. Kalium xlorat H-xlor ilə reaksiya daxil olanda nə əmələ gəlir? Kalium xlorid plus xlor plus su. Yəni bu xlorun laboratoriyada alınması üsuludur, yadınızda qalıbsa. Keçək indi natrium orta fosfata. Natrium orta fosfat uşaqlar nə edəcək? H-xlorla reaksiya daxil olmayacaq. Nə üçün? Çünki PO4 də H-xlorda yəni eyni qüvvətli, düzdür? Deməli bu getdi. 2 olan cavablar gedər. C gedər, B gedər, A gedər, D gedər. İlə nə qaldı? Y variantı 21-də. Yerdə nə qaldı? Məsələn üçün 3-ə baxaq. Ferium hidrokso, dihidrokso xlorid verim. Bax ferium, yəni dəmir, 3 hidrokso, dihidrokso xlorid. Deməli uşaqlar yazaq. Burada nə alınacaq? Onu yazaq. Plus H-xlor. Baxın uşaqlar, burada alınacaq. Görsən burada 2 dənə OH, buradakı OH-ları parçalayım. Burada 2 dənə OH var, düzdür. OH kimi hər hissi, bir dənə də buradakı hidrogen xloridu parçalayım xlora. Bax, OH kimi hər hissi hidrogenə, düzdürmü? Gəldi, bax, bunlar birləşdi. Nə əmələ gəldi? Bir dənə su çıxdı. Yerdə nə qaldı? Bax, dəmir qaldı, bir dənə OH-ın qaldı, xlorun qaldı, düzdürmü? Bir dənə də burada xlor qalıb, baxı, oldu xlor 2. Alınan məhsulu yazım. Deməli, reaksiya daxil olur. Həmçinin xrom da H-xlorla reaksiya daxil olub. Nə əmələ gətirir? Xrom xlor 2 plus su. 22. Hansı maddələr xlor turşusu ilə reaksiya daxil olur? Bir xromat verib. Bəli, bu da xlorun laboratoriyada alınması üsuludur. Nə əmələ gəldi? Kalium xlorid, xrom xlor 3, xlor plus H2O verirdi. Burada verib kalium sulfat plus H-xlor uşaqlar. Xlorid turşusu SO4-ü çıxarda bilməz. Deməli, 2 olan variantlar getdi. 1 olmayanlar da getdi. Gümüş nitrat indi yazdım ki, H-xlorla reaksiya daxil olur, çöküntü əmələ gətirir. Deməli, reaksiya baş verəcək. Amma gümüş H-xlorla reaksiya daxil olmur, çünki hidrogendən sağda yerləşən metaldır. 1 və 3 B variantı. Keçək 23-cü suala. Hansı reaksiya doğru deyil? İndi bizə verib H-xlor plus manqan 4 oksid. Bəli, bu xlorun laboratoriyada alınması üsuludur, düzdürmü? Yəni bu reaksiya mövcuddur. B variantı H-xlor plus natrium orta fosfat. Bax, bayaq dedim ki, H-xlorla orta fosfat nitrat bunlar eyni qüvvət. Yəni bu H-xlor çıxarda bilməz də bunu. Natrium xlor burada yazıb H3PO4. Yəni belə bir reaksiya baş verə bilməz. Yerdə qalan məsələn kalium permanganatda H-xlordan reaksiyası, bəli, bu xlorun laboratoriyada alınması üsuludur, mövcuddur. D variantında H-xlor plus kalium xlorat. Bu da xlorun laboratoriyada alınmasıdır. Y variantı, bəli, H-xlor silikatdan güclü olduğu üçün çıxaracaq silikatı. Yəni bunlar baş verir, amma B variantı mümkün deyil. 24-ə baxaq. Hansı ifadə xlor turşusunun kimyəvi xassəsini əks etdirmir? Gümüş nitrat ilə ağ rəngli çöküntü əmələ gətirir. Bəli, bayaq yazdıq. Əsasi və amfoter oksidlərlə duz əmələ gətirir. Gəlin yazaq məsələn əsasi oksid, natrium oksid plus H-xlor. Nə alınacaq burada? Alınacaq natrium
xlor plus su. Düzdürmü? Burada duz əmələ gəldi də. Bir dənə də amfoter yazaq, sink oksid yazaq. Sink oksid plus H-xlor. Burada nə əmələ gəlir? Sink xlorid plus H2O. Burada duz əmələ gəlir. Deməli, həm əsasi, həm amfoter oksidlə duz əmələ gətirə bilir. Yəni, bu da doğrudur. Bütün metallarla reaksiyasına hidrogen alınır. Baxın uşaqlar, məsələn, natrium plus H-xlor yazırdıq ki, bu aktiv metal, düzdürmü? Natrium xlor plus H2 verirdi. Amma bayaq da mis yazırdım, nə bilim, gümüş yazırdım. Bax, bunların üstünə H-xlor gələndə reaksiya baş vermir. Çünki hidrogendən sağda gələn metallardır. Yəni, bütün metallara aid deyil bu xlor tursun reaksiya daxil olma qabiliyyəti. Ona görə bu səhv ifadədir. Məsələn, D-də verib kalium xlor ilə reaksiyasına daxil olduq, xlor ayrılır. Bəli, kalium xlor plus su ayrılır. Xlorun laboratorda alınmasıdır. Lakmusun rəngini qızardır. Bəli, xlor turşu zaten onsuz biz bilirik ki, turşudur. Turşular lakmusun rəngini qızardır. 25. Hansı reaksiya nəticəsində hidrogen xlorid əmələ gəlmir? A variantında nə verib? Amonium xlorid verib. Bəli, amonium xlorid parçasında amonyak plus H-xlor verir. Düzdürmü? NH3 plus H-xlor verir. Yəni, burada amonyak alınır. B variantında məşhur bir reaksiyadır. H-xlor alınır. C variantında xlor bromu çıxardır. H-xlor verir plus brom. D variantı H-xlorun laboratoriyada alınmasıdır. Burada nə alınacaq? Natrium 2SO4 plus H-xlor. Amma Y variantına baxın. Gümüş xlorid verib. Gümüş xlorid çöküntüdür. Çöküntü reaksiya daxil olmaz axı. 26. Hansı halda hidrogen xlorid əmələ gələr? Yenə bu da həmçinin eyni sualdır. Bax, elə indi yazın bu reaksiyanı. Məsələn, A-da verib. Yəni, burada H-xlor plus natrium sulfat əmələ gəlir. Məsələn, B-yə baxaq. B-də H2SO3 verib, sulfit verib. Sulfit xloridi çıxarda bilməz axı xloru. Yəni, bu zəif turşudur xlordan. Bu getməz. C variantında da həmçinin. D variantında deməli, bu da burada da heç alınmaz. Çünki nitrat verib, xlor verib, düzdürmü? Bunlar çıxarda bilməz. Y variantında xlor fluoru çıxarda bilməz. 27. Hansı maddənin köməyi ilə müxtəlif qablarda olan natrium SO4, gümüş nitrat, natrium karbonatın suda məhlulunu fərqləndirmək olar? Baxın uşaq, təsəvvür edin ki, sizə 3 dənə qab verib. Natrium 2SO4, gümüş nitrat, bir dənə də verib natrium karbonat. İndi sən elə bir maddə götürməlisən ki, o qablarda dəyişiklik olsun, sən də biləsən ki, burada nə var, nə yox. Məsələn, A variantı kalium nitrat verib. Mən bu qabın üstünə kalium nitrat əlavə etsəm, burada bir dəyişiklik olarmı? Xeyr. Nə üçün? Çünki duzla duz o vaxt reaksiya girir ki, alınan maddələrdən biri çöküntü olsun, düzdürmü? Burada çöküntü baş vermir. Yəni, reaksiya getməyəcək, sən bilməyəcəksən bunun içində nə var, nə yox. İkincisi, məsələn, gümüş nitrat olsun həmçinin. Yəni, burada kalium nitrat töksən, burada da bir dəyişiklik olmayacaq. Çünki heç bir reaksiya baş vermir axı. D variantı da həmçinin heç bir reaksiya baş verməyəcək. Amma sən bura H-xlordan təsir etsən, H-xlor. Bax, birinci reaksiyada baş verməyəcək. Çünki H-xlor sulfatdan zəifdir, reaksiya baş verməyəcək. Bunu başa düşdün. Məsələn üçün, H-xloru gümüş nitratın üstünə çöksən, burada gümüş xlorid çöküntüsü əmələ gələcək, düzdürmü? Aha, sən buradan artıq biləcəksən ki, bu qabında gümüş xlorid var, yəni təyin eləyə biləcəksən. Birinci qabda təyin elədin ki, reaksiya getmədi, burada natrium sulfat var. İkinci qabda təyin elədin ki, burada gümüş xlorid var, çöküntü alınır, yəni gümüş nitrat var, çöküntü alınır, xlorid tökən kimi. Üçüncü qabda necə təyin edir? Burada H-xlorid töksən, burada natrium xlor plus karbonat alınmır, H2CO3. Bu da parçalanır karbon qazı plus suya, düzdürmü? Sən burada karbon qazından artıq biləcəksən, məsələn, suda qabarcıqlar əmələ gələcək. Biləcəksən burada ki, natrium karbonatı olub ki, sən bunun üstünə H-xlor tökən kimi karbon qazı əmələ gəldi. Oradan müəyyən edə biləcəksən, yəni fərqləndirə biləcəksən. Deməli, doğru cavablar H-xlor. Y variantı. 28 də həmçinin eyni sualdır. Yəni, burada da H-xlor olmalıdır. Yəni, eyni maddələr verib. Sadəcə bir dənə burada sulfatın yerinə nitrat qoyub. Eyni maddədir. 29. Hansı maddə xlor turşusu ilə və xlorla reaksiya daxil olmur? Gəlin baxaq. Yəni hər ikisi ilə reaksiya daxil olması. Məsələn, mis oksid verib. Mis oksid bayaq yazım H-xlorla reaksiya daxil olub, duz və su əmələ gətirir, amma xlorla reaksiya daxil olmur. Deməli, B variantı natrium hidroksid. Natrium hidroksid həm xlorla, həm də xlorid turşu ilə reaksiya daxil olacaq.
duz və su əmələ gəlir. C variantında deməli amonyak xlorla reaksiya daxil olmur, H xlorla reaksiya daxil olacaq. Amma D variantında silisium oksid nə xlorla, nə də H xlorla reaksiya daxil olacaq. Doğru cavablar D variantı. 30. Nə doğrudur? Xlor turşusu mədə şirəsinin tərkibinə daxildir. Bəli. Qüvvətli turşudur. Bəli, qüvvətlidir. Florid turşusundan zəifdir. Xeyr, florid turşusundan indi burada yazıblar qüvvətli turşudur. Yəni zəif ola bilməz. 1 və 2 D variantı. 31. 13 mol xlorid turşusu ilə maksimum neçə qram alüminium reaksiya daxil olar? Yəni birinci alüminium ilə H xlorun reaksiyasını yazaq. Alüminium xlorid plus hidrogen. Əmsallara baxsaq, bura 2, bura 2, 6 və 3 mol düşəcək. İndi görürəm ki, 6 mol xlorid reaksiya daxil olanda neçə qram dəmir reaksiya daxil olur? 54 qram, yəni 2 mol 27 qramdan 54 qram, düzdürmü? Sənə verib 10-da 3 mol. 10-da 3 mol nə qədər? Bax, kənar hədd 20 dəfə azalıbsa, burada 20 dəfə azalar. Neçə eləyər? 54 bölünsün 20, bu da eləyər 2,7. Deməli, 2,7 qram alüminium reaksiya daxil olar. 32. 3 mol xlor turşusu ilə maksimum neçə qram natrium reaksiya daxil olarkən birinci natrium ilə H xlor reaksiyasını aparaq. Burada əmələ gəlir natrium xlorid plus hidrogen. Əmsallara baxsaq, bir dənə bura 2, 2, 2. Əmsallaşdırdım. İndi görürəm ki, 46 qram natrium reaksiya daxil olanda 2 mol H xlor, yəni xlorid turşusu reaksiya daxil olur. Bəs 3 mol verir baxı bizə. 3 mol xlorda nə qədər natrium sərf olunur? X. Kənar hədd 1,5 dəfə artıbsa, onda 46-da 1,5 dəfə artır. Yəni 46 vurulsun 1,5 X eləyər 69. Doğru cavablar A variantı. Keçək indi 33-cü suala. Deməli, dəmir plus H xlor verib. Dəmir plus xlorid turşusu. Burada alınacaq 2 valentli duz dəmir, xlorid plus hidrogen. Yəni burada bizə deyir ki, Y alüminiumla reaksiya daxil olmur, düzdürmü? Alüminiumla reaksiya daxil olmursa, hidrogen dərsində biz dedik ki, hidrogen alüminiumla reaksiya daxil olmur. Yəni buradakı Y nədir? Y hidrogendir. Alüminiumla reaksiya daxil olmursa, X nəyə qalır? Dəmir, xlor 2. Deməli, doğru cavab olacaq C variantı. Keçək 34-ə. Hansı reaksiyadan alınan bütün maddələr xlor turşusu ilə reaksiyaya daxil olur? Burada nə əmələ gəlir? Burada A variantı kalsium oksid plus karbon qazı. Burada kalsium oksid H xlorla reaksiya daxil olacaq. Razıyam. Amma karbon qazı reaksiya daxil olmur axı. Deməli, bunu götürə bilmərəm. Burada nə əmələ gəlir? Silisium oksid plus karbon, silisium plus dəm qazı, düzdürmü? Burada ümumiyyətlə heç bir reaksiya daxil olmur H xlordan. C variantından alınır. Alınır alüminium oksid plus dəmir. Bəli, burada dəmir də, alüminium oksid də H xlorla reaksiya daxil olacaq. Doğru cavab olacaq C variantı. Keçək 35-ə. İçərisində 12 mol natrium xlor və 4 mol kalium xlor olan məhlula artıq miqdarda gümüş nitrat məhlulu ilə təsir etdikdə alınan çöküntünün kütləsi neçə qram olar? Gəlin birinci yazaq natrium xlor plus gümüş nitrat. Burada nə alınacaq? Alınacaq gümüş. Bir dəqiqə. Gümüş xlorid çöküntüsü plus natrium. Yəni burada əmsala ehtiyac yoxdur. Bax, nə bilim, bir əsası turşudur kisə, xlorda, NO3-də. Bunlar da bir valentli metallardır. Yəni burada heç əmsala ehtiyac yoxdur. Yəni belə sözümün canı odur ki, 10-2 mol natrium reaksiya daxil olubsa, onda 10-2 molda nə alınacaq? Gümüş xlorid çöküntüsü. Çünki bunlar 1 mol nisbətindədir axı. Keçək indi kalium xloridə. Deməli, kalium xloriddə yəni eyni şeydir. Sadəcə yazaq. Kalium xlorid plus gümüş nitrat. Burada nə əmələ gəlir? Yenə gümüş xlorid çöküntüsü. Yəni duzdan duz nə vaxt reaksiya daxil olur? Çöküntü əmələ gələndə. Plus kalium nitrat. Yəni burada da 1-in 1-ə nisbətindədir, düzdürmü? Yəni ki, buradan xətt çəkək. Yəni 10-4 mol kalium xlorid reaksiya daxil olubsa, 10-4 molda çöküntü əmələ gəlir.
Düzdürmü? İndi ümumi çöküntü nə qədər oldu? Bax, 10-da 2 var idi. 10-da 4 də burada əmələ gəldi. Nə qədər oldu çöküntü? 10-da 2 plus 10-da 4. Yəni 10-da 6 mol gümüş xlorid çöküntüsü əmələ gəldi. İndi 10-da 6 mol çöküntü neçə qramı sorsa, vuracaqsan çöküntünün kütləsinə. Yəni belə deyək 143,5-ə. Bu da eləyəcək 86,1. Doğru cavab B variantı. 36. Tərkibində sinkin kütlə payı 20% olan mis və sinkdən ibarət qarışıq üzərinə xlorid təsir etdikdə. Deməli uşaqlar, sən bilməlisən ki, burada mis yoxsa sink reaksiyası daxil olacaq xloridlə. Təbii ki, burada mis plus H-xlor reaksiya daxil olmayacaq. Hidrogendən sağda gələn metaldır. Amma burada daxil olan sink plus H-xlor reaksiyası olacaq. Burada əmələ gəlir sink xlorid plus hidrogen. İndi deyir ki, əlavə edəndən sonra 10-da 4 mol hidrogen alıb. Yəni hidrogen bu sink xloriddən alındı, düzdür? Daha doğrusu sinkdən alındı. Deməli sən nə etməlisən? Görsən ki, burada 65 qram sink reaksiyası daxil olanda 1 mol hidrogen alınır. Sənə verib 10-da 4 mol axı. Gör 10-da 4 mol hidrogen ayrılsa nə qədər sink reaksiyası daxil olar? X. X buradan neçələyəcək? 65 vursun 10-da 4, bu da eləyəcək 26 qram. Tapdın ki, 26 qram nə var burada? Sink, düzümü? Sənə deyir ki, sinkin kütlə payı 20%-dir. Yəni 20% nə deməkdir? 20% ilə mən 5də 1 kimi yazıram. Yəni ki, sən bilmirsən ilkin qarışıq nə qədərdir? X-dir. Deyir ki, bunun 5də 1 hissəsi sinkdir. Yəni ki, tapdığın bu 26 qram sinkdir, düzdürmü? X neçə eləyəcək? 130. Və yaxud da belə yaza bilərsən. Yazarsan ki, 20%-in kütləsi neçə qram tapdın? 26, 100% neçə olar? X, bu deyirlər 130. Yəni, 2 üsuldan birində yazmaq olar. Doğru cavab olar 130. 37. Hansı ifadə hidrogen xloridə aid deyil? Gəlin baxaq. Molekulu polyardır. Bəli, 2 dənə müxtəlif atomdur. Suda məhlul xlorid turşusu adlanır. Bəli, uşaqlar. C variantı suda məhlulu mislə reaksiya daxil olur. Mis. Mislə dedik axı, H-xlor reaksiya daxil olmayacaq. Deməli, havadan ağrı qazdır. Bəli, hidrogen xlorun yanmasına alınır. Bəli, sənayedə alınması olur. 38. Hansı mərhələdə xlorid turşusunun duzları alınır? Duzlarından söhbət gedir. Deməli, kalium OH plus xlor nə alınırdı? Alınırdı kalium xlorid plus kalium xlor O plus H2O. Yəni, buradan indi kalium xlor onu çıxardıb. Burada nə alınıb? Deməli, X burada kalium xlordur. Kalium xlor plus HCSO4. Burada nə alınır? Kalium HCSO4 plus H-xlor. Burada kalium HCSO4-ü çıxardıb. Bunu silək. Yəni, Y nədir? H-xlor. H-xlor deməli, manqan 4 oksidlə reaksiya daxil olanda nə əmələ gəlirdi? Manqan xlorid plus xlor plus su. Yəni, burada da manqan xloriddə, yəni duz alındı. Deməli, Z-də manqan xloriddir. Doğru cavab nə olacaq? X, yəni birinci mərhələ, bir də üçüncü mərhələ. C variantı 38. 39 da həmçinin eyni sualdır. Sadəcə bir dənə metalın yerinə, kalium yerinə natrium qoyub. Burada da olacaq doğru cavab B variantı, yəni eyni sxemdir. Sadəcə bir dənə natrium qoyub bura. 40. Xlorid turşusu ilə reaksiyada sink metal tam sərf olunur. Hansı qrafik doğrudur? Birinci gəl sinkdən heç ehtiyac yoxdur. Reaksiya sadəcə əyan olaraq göstərək. Sink xlorid plus hidrogen. İndi sənə deyir ki, sink metalı tam sərf olunur. Düzdürmü? Bax, üçüncü qrafik. Üçüncü qrafikdə sink metal verib, amma qramın gör neyniyib? Bax, müəyyən bir miqdar azaldıb, amma yenə də saxlayıb. Sənə deyir tam sərf olunaraq, yəni qrafik olmaydı, bax bu formada, yəni enməli idi sıfıra, düşməyibsə, deməli bu qrafik səhvdir. Bunu götürə bilmərsən. Birə bax, H-xlor burada görsən ki, dəyişməyib. Dəyişib axı. Əlbəttə ki, H-xlor reaksiya daxil olubsa, bunun miqdarı müəyyən bir miqdar azalmalıdır. Yəni biraz da olsa azalmalı idi. Amma burada heç dəyişməyibsə, bu səhv ifadədir. Burada göstərir ki, hidrogen artır. Bəli, uşaqlar. Reaksiya baş verirsə, hidrogen əmələ gəlir axı. Əmələ gəlirsə, təbii ki, bunun kütləsi nə edir? Artır yavaş-yavaş. Yalnız 2,
B variantı. 41. Reaksiya daxil olan maddələr verib, alınan maddələrin sayını verib. İndi X-i verib kalium xlorat. Kalium xlorat, gəl H-xlordan reaksiya apar. Kalium xloratı H-xlordan. Burada 3 dənə maddə alınır. H-xlor. Burada alınır kalium xlor plus xlor 2 plus su. Gördün, alınan maddə 1, 2, 3. Bizə verib X4 alınıb. Deməli, kalium xloratları çıxmalıdır. Qaldıq B və D arasında. Bəli, B, D arasında kalium bixromat, deməli, neyinir uşaqlar? Reaksiya daxil olanda H-xlordan əmələ gəlir. Alınanı yazım, ya da birbaşa reaksiya yazaq. Xrom 2O7. Burada H-xlorla reaksiya daxil olanda xlorun alınması üsuldur. Yəni, kalium xlor, xrom xlor 3 plus xlor plus su. Yəni, burada 1, 2, 3, 4 dənə maddə alındı. Deməli, X ola bilər. İndi Y-də 3 dənədirsə, bayaq yazım kalium xromatda, yəni kalium xlorat daha doğrusu. Doğru cavab olar Y variantı. 42. 1 mol metalın xlor turşusu reaksiyasından 22,4 litr hidrogen. 22,4 litr hidrogen 1 mol demək düzümü? Biz nə demişdik hidrogen dərsində? Demişdik ki, hər bir metal, yəni hər bir metalın 1 molu öz valentliyinin yarısı qədər hidrogen ayırır. Əgər burada 1 mol hidrogen ayırıbsa, deməli, element neçə valentlidir? 2 valentli metal imiş, düzümü? Metalın valentliyinin yarısı qədər hidrogen ayırır, düzümü? Deməli, tutaq ki, 2 valentli metal götürsək, kalsium. Kalsium plus H-xlor nə alınacaq? Kalsium xlorid plus hidrogen. Əmsallaşdıraq, bir dənə bura 2 düşür. İndi bizə deyir ki, reaksiya neçə mol turşu sərf olunur? Tapdıq ki, 2 mol. Doğru cavab D variantı. 43 də eyni sualdır. 1 mol metalın xlor turşusu reaksiyasından 11,2 litr hidrogen ayrılıb. 11,2 ayrılıbsa, yəni 11,2 litr neçə mol deməkdir? 10-da 5 mol deməkdir. Əgər 10-da 5 mol ayrıbsa, deməli bu 1 valentli metaldır ki, metal dedik ki, yəni 1 molu valentlinin yarısı qədər hidrogen ayırır. Deməli 1 valentli metaldır. Məsələn üçün natrium. Natrium plus H-xlor. Burada nə alınır? Natrium xlor plus hidrogen. 2 bura düşər. 2 bura, 2 bura. İndi bizə sərf olunan turşu mol soruşsa, yenə 2 mol sərf olunur. B variantı. Keçək. Amma 1 mol deyirdi burada. Bir dəqiqə. Reaksiyanı sildim. Çünki burada 1 mol deyir. Hə, burada başqadır. Deməli, 2 moluna, 2 mol metala, düzdürmü? 2 mol sərf olunursa, bizə 1 mol verir. Baxın, 1 mol nə qədər sərf olunar? 1 mol. Yəni, burada cavab 1 olacaq. B yox. Keçək 44-də. Hansı reaksiyada X maddəsi xlorid ola bilər? Gəlin baxaq. Elə X maddəsi A variantı xlorid ola bilər. Çünki H-xlor götürürsək, X-i üstünə mis oksid gəlsək, burada nə əmələ gələcək? Mis xlorid plus su. Yəni, burada alındı. Elə doğru cavab olar A variantı. B-yə baxaq. B-də uşaqlar, əgər X H-xlor olsaydı, burada plus hidrogen olmalıydı, düzdürmü? Deməli, H-xlor deyil, yəni yalnız xlordur orada. C variantına baxaq. C variantında Jave suyun alınması yadınızdadsa, bu hansı maddəni alırdı? Xlordan alırdı. Yəni, bura xlor idi. Xlor plus natrium OH əmələ gəlirdi. Natrium xloru plus H2. Əgər H-xlor olsaydı, onda bu olmazdı. Belə çıxır. D variantında burada nə alınıb? Burada natrium varsa artıq sən bilməlisən ki, bu natrium xlorid olub ki, düzdürmü? Yəni natrium xlorid plus gümüş nitrat. Duzla duz nə vaxt reaksiya daxil olurdu? Alınan maddələrdən biri çöküntü olsun. Çöküntü alınıb, düzdürmü? Plus natrium NO3. Всё. Deməli burada natrium xlor imiş də maddəm. Burada da Y variantında əgər kalium bromiddən bromu çıxardıbsa burada, deməli bu xlor imiş. Yəni yalnız xlor imiş. Doğru cavab ona görə A variantı qalır. Keçək 45-ə. Hansı maddələr xlor turşusu reaksiya daxil olur? Məsələn, A variantını verib amfoter oksid, sink oksid. Bəli, sink oksid birbaşa H-xlordan girir. Sink xlorid plus H2O. Natrium karbonat verib. Natrium karbonat, deməli, yazıq reaksiyanı. Natrium karbonat nə verəcək?
Natrium xlor plus karbon qazı su. Natrium xlor plus karbonat verir. Karbonat da dedik ki, zəifdir. Karbon qazı plus su alınır. Yəni bu reaksiya baş verəcək. Üçüncü kalsium hidroksixlorid verib. Gəlin baxaq. Kalsium hidroksixlorid plus H xlor. İndi bayaqki qayda izah edirəm. Bax, burada bir dənə OH var, düzdürmü? Yazıram bura OH. Burada da hidrogen var, burada da xlor var. Bayaq dedim, OH kimi hərisi hidrogenə gəldi, bax bu hidrogenlə yapışdı. Nə ayırdı? Suyu ayırdı. Yerdə nə qaldı? Xlor qaldı. Bir dənə də kalsium OH qaldı. Daha doğrusu OH getdi, xlor qaldı. Bu maddəni niyə belə yazsın mən? Bir dəqiqə. Bura xlordur bu formada. OH getdi, yerdə kalsium xlor qaldı. Plus kalsium xlor. Burada da bir dənə xlor qaldı. Yəni xlor ki, deməli, bu reaksiyada baş verir A variantı. Məsələn, B variantında artıcılığı nə pozur? Məsələn üçün, mis. C variantında silisium oksid. Nə bilim, D variantında bunlar başqa nə qaldı? Y variantında məsələn, bu keçən indi 46 hansı maddənin xlor turşu ilə qarşı təsirindən xlor alınır? Bu da deməli, belə deyək, xlorun laboratoriyada alınması üsuluna baxaq da. Məsələn, burada dəmir oksiddən alınmır axı. Düz deyil. Məsələn, burada flor eləyə bilər. Yəni H xlor plus flor. Yəni buradan belə deyək, H flor plus xlor çıxa bilər. Xlor çıxardır. Amma burada bromdur, yoddur, xlordan zəifdir, axı çıxarda bilməz. Ona görə reaksiya baş verməz. Amma C variantı manqan 4 oksid, kalium xromat, xlorat daha doğrusu, kalium bixromat. Bunlar hamısı nədir? Xlorun laboratoriyada alınması üsuludur. Yəni hamısını H xlordan təsir eləyəndə xlor türüsündən. Burada xlor plus su və duz alınır. Doğru cavablar C variantı. 47. Reaksiya daxil olan olduğu maddələr verib. X deyir, həm xlorla reaksiya daxil olur, həm də H xlorla reaksiya daxil olur. Burada məsələn B variantı mis verib uşaqlar. Mis məsələn xlordan reaksiya daxil olur, amma H xlordan reaksiya daxil olmaz, gümüşdür. Bunlar getdi. Yerdə qaldı A, C, D arasında. İndi bizə deyir Y xlorla reaksiya daxil olur, amma H xlorla reaksiya daxil olmur. Məsələn üçün Y-ə verib sink. Sink daxil olur H xlordan, düz. Deməli bunu götürə bilmərəm. Bir də D qalmış. D variantı kalsium hidroksid xlordan reaksiya daxil olur. Amma C-yə bax, C-də mis xlorla reaksiya daxil olacaq, amma H xlorla reaksiya daxil olmayacaq. Deməli doğru cavab olur C variantı. 48 də həmçinin eyni sualdır. Burada da xlorla X xlorla reaksiya daxil olsun, amma H xlorla reaksiya daxil olmasın. Ona görə B getdi, C getdi. Yerdə qaldı Y. Y deyir xlordan reaksiya daxil olsun, amma H xlordan reaksiya daxil olmasın. Məsələn üçün D variantına bax. Natrium hidroksidi, manqandır, Y-ə baxırıq da. Bunlar reaksiya daxil olur. Amma mis H xlordan reaksiya daxil olmur. Çünki hidrogenin sağda gələn metaldır. Doğru cavablar A variantı. 49. Aluminium, 1 mol aluminium verib hamısını. H xlordan reaksiyasından artıq miqdarda xlor turşu reaksiyasından alınan hidrogenin həcmini soruşur. Gəlin baxaq. Aluminium plus H xlor. Burada alınır aluminium xlorid plus hidrogen. Deməli 2 mol, 2 mol, 6 mol, 3 mol yazdıq. Yazıram dəmir plus xlorid. Burada alınır 2 valentli duz. Ferium xlor 2 plus hidrogen. Burada da 2 bir dənə hidrogen xlorida düşür. Başqa heç yerə düşmür. Burada nəyə baxaq? Sinkə. Yenə burada da yeni şey alınır. Mollarıq. Sink plus H xlor. Bir dənə buraya 2 qoyaq. Alınır sink xlorid plus hidrogen. Nə deyir bizə? Amma bizə deyir ki, şərtdə hamısı 1 mol olsun. Görürəm ki, aluminium 2 mol reaksiya daxil olanda nə qədər hidrogen alınıb? 3 mol. Düzdürmü? Yəni 2 mola 3 mol hidrogen ayrılıb. Yəni 3 mol deməyək buna. 3 mol belə vursaq 3 vurulsun, litrdən soruşursa bizə 22,4, yəni 67,2 litr. Yəni 2 mol aluminiuma 67,2 litr hidrogen qazı ayrılırsa, bizə 1 mol verir. Baxın, görək 1 mol nə qədər ayrılır? X 2 dəfə azalıb eləyər 33,6 litr. Yəni birinci qabda tapdım. İkinci qabda da məlumdur. Bax, bunlar da 1 mol girib, bu da sink də 1 mol girib. Yəni 1 mol hidrogen alınıb. Yəni hər ikisində belə deyək 22,4 litr hidrogen ayrılıb. Doğru cavablar A variantı.
Keçək 50-ci suala. Xlor türkçülər reaksiya daxil olan maddələri verib, hamısını deyir ki, m mol, m mol, m mol. Yəni bərabər mol miqdarda metalları verib. Gəlin yazaq maqnezium plus H xlor. Burada alınır maqnezium xlorid plus hidrogen. Natrium verib. Natrium plus H xlor plus natrium xlorid alınır plus hidrogen. Burada bir dənə 2 bura, 2 bura, 2 bura. Alüminiuma baxaq. Alüminium plus H xlor 2 bura, 6 bura misallaşdıraq. Alüminium xlorid plus 3 mol hidrogen. Deməli, bizə deyir ki, bərabər mol sayıda, düzdürmü? İndi burada 2 mol alüminium var, 2 mol natrium. Onda çatdırmaq üçün maqneziumda 2 mol götürüm də. 2 mol maqnezium götürsəm, buraya 2 atsam, avtomatik burada H xlor olacaq 4 mol, 2 dəfə artacaq. Füsu, hazır. Yəni A-nı mən neçə tapdım? Tapdım 4. B-ni neçə tapdım? 2 mol. B-ni tapdıq 2. C-ni 6 tapdıq da. C də oldu 6. Yəni hidrogen xloriddən söhbət gedir. İndi birinci münasibətdə deyir A bərabərdir 2B. Baxaq. A 4-dür, B neçədir 2? Bəli, A belə deyək, B-dən 2 dəfə çoxdur. Yəni bu şərt ödənir. 2-yə baxaq. C bərabərdir 3B. C neçədir? 6-dır. B neçədir? 3. Daha doğrusu 2. Təbii ki, 3 dəfə çoxdur da C bundan. Yəni bu münasibətdə doğrudur. 3-ə baxaq. 3-ə deyir A bərabərdir C bölünsün 2. A neçədir? 4. Düzdürmü? C neçədir? 6. 6 bölünsün 2 neçədir? 3. Yəni 4 eləmədir ki, deməli bu uyğun deyil. 1 və 2. Y variantı. 51-ə baxaq. Deməli, kalium xlorat plus H xlor. Burada X qazı alınıb. Çünki üz yuxarı ox qoyub. Deməli, burada X nədir? X tapdıq xlor 2 reaksiya nəticəsində. İndi bizə deyir ki, bu xlor 2, yəni X kalsium hidroksid reaksiya daxil olub. Burada nə alınır? Gəlin baxaq. Burada alınır kalium xlorid plus kalium xloro plus H2O. Y-i nə tapdım? Y, kalium xloro. İndi bizə deməli Y-dən X-in fərqini soruşur. Gəlin bax, yəni Y-i tapmışam kalium xloro. X-i nə tapmışam? Xlor 2. İndi bunun asan qaydasını deyim uşaqlar. Bax, burada bir dənə xlor var, burada 2 dənə düzdür. Bax, bu xlordan birini ixtisar elədim. Burada bir dənə xlor qaldı. Burada nə qaldı? Kalium O, burada nə qaldı? Xlor. İndi bunun kütləsi neçə eləyir? 55. Bunun kütləsi neçə eləyir? 35,5. Yəni 55 çıxılsın. 35,5 neçə eləyəcək? 19,5. Doğru cavab olacaq A variantı. 52. Xlor, azot və oksigendən ibarət qaz qarışığına kalium yodid məhlulunu buraxdıqda 12,7 qram yod ayrıldı. Qalan qazın həcmi 8,88 litr olarsa, xlorun ilkin qarışdığı həcm payını faizlə hesablayın. Deməli, ilk öncə şagird nəyi bilməlidir? Bilməlidir ki, burada xlor, azot yoxsa oksigen reaksiya daxil olur. Təbii ki, burada kalium yodid ilə oksigen deməli xlor reaksiyası daxil olub ki, burada yəni yod alınıb da. Kalium yodid plus xlor. Burada xlor belə deyək, yoddan güclü olduğu üçün nə edir? Yodu çıxardır da. Alınır kalium xlorid plus yod. Bura bir dənə 2 düşər, onda burada bir dənə 2 düşər. Füsu. İndi nəyə diqqət yetirməliyik? Görürük ki, 22,4 litr xlor reaksiya daxil olub. Nə qədər yod alınıb? 254 qram burada verib. 254 qram yod alınıb. Axı sənə deyir 12,7 qram alınıb. Gör bu 12,7 qram alınması üçün nə qədər xlor reaksiya daxil olmalıdır? X. Kənar hədd 20 dəfə azalıb. Sonda burada 20 dəfə azalar. Neçə eləyəcək? X. X eləyəcək 1,12. Tapdığım bu 1,12 nəyin belə deyək həcmidir? Xlorun, düzdürmü? Xlorun həcmini tapdın. Axı sənə deyir ki, bu reaksiya daxil olandan sonra qabda 8,88 litr qaz qalıb. Deməli, əvvəl neçə imiş? Deməli, 8,88 üstünə gəlsin sərf olunan xlor 1,12. Tapdın ki, burada 10 litr qaz qarışıq olub, düzdürmü? İndi sənə deyir ki, xlorun həcmini tap. İndi 10 litr ümumi qaz qarışığıdır. Bunun 1,12 litri xlordur. Bölərsən 1,12-ni ümumi litrə vurarsan 100-ə. Bu deyir neçə?
11,2. Doğru cavablar C variantı. 53. Hansı reaksiyalar doğrudur? Gəlin baxaq. Birincisində verib xlor plus kalium hidroksid, amma temperaturla verib. Temperaturla veribsə, artıq burada kalium xlorat əmələ gəlməlidir. Verməyibsə, deməli bu səhvdir. H-xlor plus gümüş verib. Təbii ki, bu reaksiya baş verməz. Çünki gümüş hidrogenə sağda gələn metalda reaksiya baş verməz. 3. H-xlor plus natrium karbonat. Bayaq bu reaksiyanı dəfələrlə yazdıq. Natrium xlorid plus karbonat, yəni karbon qazı su əmələ gəlir. Natrium bromiddən də xlor reaksiyasında xlor bromu çıxarda bilər. Bu da doğrudur. 3 və 4. 54-ə baxaq. Hansı reaksiya doğrudur? Yenə burada temperatur veribsə, burada natrium xlorat alınmalı idi. Alınmayıbsa, deməli bu səhvdir. 2 də mis verib. Mis H-xlorla reaksiya daxil olunması hidrogendən sağda gələn metaldır. 3. H-xlor plus amonium karbonat. Bəli, amonium burada xlorid plus karbonat türüsü. O da parçalanır karbon qazı su. Bu doğrudur. 4. Təbii ki, bu da xlorun alınması reaksiyası laboratoriyada. Bu da doğrudur. 3 və 4. 55. Artıqlaması ilə götürülmüş natrium hidroksid məhlulundan hidrogen xlorid qazı buraxdıqda alınan məhlulun kütləsi 73 qram artıb. Gəlin birinci reaksiya yazaq. Reaksiyasına ehtiyac yoxdur. Sadəcə əyan olaraq göstərək. Natrium hidroksid plus H-xlor məhlulu ilə reaksiya daxil olub. Əmələ gəlib natrium xlorid plus H2. Burada uşaqlar, yəni qaz ayrılmayıb, başqa bir şey alınmayıb ki. Yəni burada kütlə artımı, 73 qram kütlə artımı nəyə görə olub? Bu H-xlor tökmüşəm ki, qaba. Düzdürmü? Bu yəni demək istəyirəm ki, 73 qram artım bu H-xlora görə olub. Sən yazarsan ki, 36,5 qram H-xlor əlavə olunanda, yəni belə deyim, artım olanda nə qədər duz əmələ gəlib? Buradakı duz natrium xloriddir. 58,5 qram duz əmələ gəlib. İndi sənə 73 qram artım verib. Gör 73 qram artsa nə qədər duz əmələ gələrdi? 2 dəfə artıb da 117. Deməli, doğru cavablar 117. 56-ya baxaq. Yenə bu reaksiyanı sildim. Lazım olacaq mənə. Deməli, nə deyir bizə? Həmin belə deyək, sözdür, cümlədir. Sadəcə bir dənə kütlə artımın 109,5 qram artırıb, düzdürmü? Yenə yazırsan ki, normalda 36,5 qram kütlə artanda nə qədər duz əmələ gəlib? 58,5 qram natrium xlorid duz əmələ gəlib. İndi buradakı 109,5 belə deyək, qram kütlə artıbsa, bu xloridin kütləsinə görə artıb da, yenə deyirəm. Buna nə qədər olur? X. İndi 3 dəfə artıbsa, 58,5 vursan 3-ə, o da deyir 175,5. Deməli, duzun kütləsini tapdıq. 57. Deməli, artıqlaması ilə götürülmüş H-xlor məhlulundan amonyak qazı buraxdıqda. Deməli, H-xlor plus NH3. Alınıb burada NH4 xlorid, amonium xlorid. İndi bu bizə deyir ki, amonyak qazı buraxandan sonra kütlə 68 qram artıb. Yenə deyirəm, sən hansı qaz əlavə etmisən? Nəyə əlavə etmisən? Amonyaka, düzdürmü? Deməli, burada artım nəyə görə olub? Amonyaka görə olub da. İndi normalda mola-mol gedib reaksiya. Yəni 17 qramda amonyakın kütləsi. 17 qram artım olanda duzun kütləsi nə qədər olub? 53,8 qram. 53,5 qram daha doğrusu. İndi 68 qram artım varsa, buna nə qədər olar? Kənar hədd 4 dəfə artıbsa, buranı da 4 dəfə artır. 53,5-i 4-ə vuranda bu da eləyir 214. Doğru cavablar 214. 58. 2 mol H-xlorun artıq miqdarı götürülmüş manqan xlorid ilə qarşılıq təsirini neçə iltir xlor alınır? Gəlin reaksiyanı yazaq. Manqan O2 plus xlorid. Burada alınır manqan xlorid plus xlor plus H2. Bura bir dənə 2, bura bir dənə 4. Görürəm ki, 4 mol xlorid reaksiyası daxil olanda 1 mol qaz əmələ gəlir. Yəni 22,4 litr qaz əmələ gəlir. İndi 2 mol sənə verib. 2 mol nə qədər əmələ gəlir? Yarısı. 11,2. Doğru cavablar 11,2. Bu da həmçinin 59-u eyni reaksiyadır. Elə burada da bir dəqiqə plus H-xlor
Yine burada 4 mola nə qədər əmələ gəlib? 1 mol, yəni 22,4 litr H-klor əmələ gəlib. Belə burada 4 mol veribsə, 4-ə də yenə 22,4 əmələ gəlir də. Yəni cavab 22,4-dür. Keçək indi 60-a daha doğrusu. Mis və sinkdən ibarət qarışıq üzərinə artıq miqdarda xlor turşusu əlavə etdi və onda 4 mol hidrogen qazı ayrılıb. Hidrogen qazı ayrılıbsa, sən bilməlisən artıq burada mis yoxsa sink. Burada mis reaksiyası daxil olur, yoxsa sink. Təbii ki, mis plus H-klor reaksiyası baş tutmur. Çünki hidrogendən sağda gələn metaldır. Amma sink plus H-klor reaksiyasında nə alınır? Sink xlorid duzu plus hidrogen. Nəticə etibarilə nə alındı? Hidrogen qazı, düzdürmü? Yazırsan ki, 65 qram sink reaksiyası daxil olanda belə deyək, neçə mol hidrogen alınıb? 1 mol. İndi sənə verib 10,4 mol hidrogen alınıb. Yenə deyirəm, molu molun altına, qramı qramın altına, litrin altına yazmaq lazımdır. İndi 10,4 molu çox şərt gəlir, arada çalışır, bura yazır, bura lazım deyil. Yəni molu molun altına qoymaq lazımdır. Deməli, 65 qrama 1 mol, 10,4 mola nə qədər sink sərf olunur? X. X neçə 65 vurulsun 10,4, bu deyir 26 qram. İndi bizə deyir ki, qarışıqda sinkin kütlə payı 26-dır. Yəni, daha doğrusu 50%. Qarışığı mən bilmirəm nə qədərdir. X düzdür. Deyir ki, bunun 50%, yəni belə deyək 2-də 1-i, 50% 2-də 1 deməkdə sinkdir, yəni 26 qramdır. X burada neçə eləyir? 56, 52 və yaxud da başqa yoldan bayaq dedim. 50% olanda kütlə nə qədərdir sinkin? 26. İndi 100% olsa nə qədər olar? 52 qram. Belə də yaza bilərsiniz. 61-ə baxaq. Bu da eyni reaksiyadır. Elə buradan baxaq. Deməli, yenə baxaq. Yenə reaksiya, deyək ki, sink reaksiyası daxil oldu, hidrogen ayrıldı. Deməli, 65 qram sink reaksiyası daxil olanda 1 mol hidrogen alınır. Onda 2 mol hidrogen nə qədər alınır, sərf olunur? X. X yeri neçə? 13 qram. Düzdürmü? İndi 13 qram, deyir ki, qarşıda sinkin kütlə payı 10%-dir. Yazarsan ki, 10%-ə neçə tapdın sən? 13 qram, düzdürmü? 100% olsun neçə olar? 130 qram. Və yaxud da digər üsul, indi X da qarışıq, ilkin qarışıq bilmirsən. Deyir ki, bunun 10%, yəni 10-da 1-i nədir? Sinkdir, yəni 13 qramdır. X neçə eləyər? Burada da 130 eləyər. Belə də tap bilərsən. 62-yə baxaq. Deməli, qarışığın kütləsini verib, alüminium və misdən ibarət qarışığa artıq miqdarda xlor turşusu əlavə etdikdə, qarışığın kütləsi zamandan asılılıq qrafikinə əsasən alınan qazın kütləsini qramla hesablayın. Yaxşı. İndi uşaq nəyi bilməlidir yenə? Bilməlidir burada alüminium yoxsa mis reaksiyası daxil olur. Təbii ki, mis dedik ki, xlorla reaksiya daxil olmur, amma alüminium xlor turşusu reaksiyası daxil olur, hidrogen qazı əmələ gətirir. Alüminium xlorid plus hidrogen 3 bura düşər, 2, 6, 2 mol. İndi kütlə görək nəyə görə dəyişir uşaqlar? Yenə deyirəm, burada azalma nəyə görə olur? Bu alüminium kütləsidir. İndi alüminium kütləsi 16 qram idi, düşüb 7 qrama. Nə qədər sərf olunub? 16 çıxsın 7, 9 qram. Deməli, burada alüminium sərf olunub, düzdürmü? Yazırsan ki, 54 qram normalda reaksiya nəticəsində, düzdürmü? Görürəm. 54 qram alüminium reaksiya daxil olanda neçə qram, belə deyək, hidrogen alınıb? 6 qram, düzdürmü? Çünki 3 mol hidrogen 6 qram edir. İndi bizə 9 qram verib bax sərf olunanı. Düzdür? 9 qram alüminium sərf olunanda nə qədər alınar? 1. Doğru cavab olar 1 qram. Keçək 63-ə. Deməli, bizə nədir? Bax, manqan 4 oksidi H-klora əlavə edib. Birinci reaksiyanı yazırsan, manqan 4 oksid plus H-klor. Burada alınır manqan xlorid plus 2 mol su. Burada bir dənə 4 yazaq. Deməli, alınan Y qazı hansı oldu? Xlorda. Burada, yəni alınan Y qazı görürük də burada. Bu xlor qazdır. Və xlor qazda natrium OH-dan reaksiya daxil olur. Xlor 2 plus natrium OH. Burada nə alınır?
natrium xlor plus natrium xlor O plus H2O. Bir də bura natrium 2 düşür. Deməli, nəyə diqqət edirik? Birinci gəlin məhlulda olduğu kimi bunun duzun kütləsini tapaq. 200 qram 36,5% H-xlor məhlulu verib. Gəlirsən 200-ün 36,5%-ni tapırsan. Neçə edir bu? Edir 73 qram xlorid, düzümü? 73 qram xlorid reaksiya daxil, 73 yox, daha doğrusu. Normalda 4 mol H-xlor reaksiyası daxil olur, düzdür? H-xlor reaksiyası daxil olur. 4 mol H-xlor neçə qramdır? Yəni 4 vurulsun 36,5. Bu edir 146. Yazırsan ki, 146 qram H-xlor reaksiya daxil olanda nə qədər xlor əmələ gəlib bizə? 1 mol, düzdürmü? Bizdə verib 73 qram H-xlor axı məhlulda. Görək 73 qram H-xlora nə qədər xlor alınır? Tapdım burada 10,5 mol xlor əmələ gəlib, düzdürmü? Tapdım burada xloru. Ondan sonra nəyə diqqət yetirəcəm? Bu xlor natrium OH reaksiya daxil olub axı. Görürsən ki, 1 mol H-xlor reaksiya daxil olanda 2 mol, yəni 80 qram da, bu 80 qram natrium OH deməkdir. 80 qram natrium OH reaksiya daxil olub. Bizə verib 10,5 mol xlor axı. Görək bu 10,5 mol xlora nə qədər natrium hidroksid sərf olunar? 40 qram. Tapdım burada 40 qram natrium hidroksid var. İndi bu 40 qram natrium hidroksid neçə qram məhlulun tərkibindədir? Bax, deməli sənə 10% natrium hidroksid məhlulu verib. Sən artıq bilirsən ki, bu məhlulda 40 qram natrium hidroksid var. İndi məhlulun kütləsini soruşur da. İndi hansı ədədin 10%-i 40 eləyər? Təbii ki, 400-ündə. Deməli, x buradan 400. Deməli, 400 qram 10% məhlulu imiş ki, burada 40 qram natrium hidroksid var imiş. Doğru cavablar 400. Keçək indi 64-də 300 qram 36,5% xlor turşusunun manqan 4 oksidi ilə xlor turşusunun reaksiyasını soruşur. Birinci yazaq. Plus xlor 2 plus 2 bura, 4 bura. Deməli, 3 qram 36,5% xlor turşusunun manqan 4 oksidi ilə qarşı təsirinin alınan xlor neçə qram maqneziumla reaksiya daxil olur? Bax, buradakı alınmış xlor deyir ki, neçə qram maqneziumla reaksiya daxil olur? Baxaq. Deməli, normalda 4 mol H-xlor reaksiya daxil olanda nə qədər xlor əmələ gəlib? 1 mol, düzdürmü? İndi burada 300-ün 36,5%-ni tapaq. 300-ün, bu elə 3 mol deməkdir. Prosta yazıram da. 300-ün 36,5%-ni tapıram. Bu edir 109,5 qram xlor. İndi bunu da öz kütləsindən bölsən 36,5-ə, bu deyir 3 mol da. Yəni bizdə moldan soruşsa moldan yazıram ona görə. Demək, burada tapdın 3 mol H-xloru var. 4 mol H-xlora dedik ki, 1 mol xlor alınır. Görək 3 mol nə qədər alınır? X. X burada eləyir 0,75. Düzdürmü? Tapdım burada xlor. Ondan sonra nəyə diqqət edirsən? Görürsən ki, 1 mol xlor reaksiya daxil olanda 24 qram, belə deyək, maqnezium reaksiyası daxil olur. İndi %75 mol nə qədər daxil olar? X. Vurursan 4-dür, 24-dür. Bu da elə neçə? 18. Doğru cavablar 18. 65-ə baxaq. Kalsium oksid və kalsium karbonat qarışığının 10 qramın artıqlaması ilə götürülmüş xlor turşusu ilə təsir edəndə 1,12 litr qaz alınıb. İlkin qarşıda kalsium oksidin kütlə payını soruşur. Deməli, kalsium oksid H-xlorla reaksiya daxil olur. Əmələ gəlinə kalsium xlorid plus su. Yəni burada qaz ayrılmadı ki, buradakı qaz nəyə görə ayrılır? Bu kalsium karbonata görə ayrılır. Kalsium karbonat plus H-xlor. Burada əmələ gəlir kalsium xlorid plus burada əmələ gəlir kalsium deməli karbonat turşusu. Karbonat turşusu da karbon qazı plus suya parçalanır. Yəni buradakı qaz nəyə görə ayrılır? Buna görə. Yazırsan ki 100 qram normalda kalsium karbonat parçalananda, daha doğrusu reaksiya daxil olanda nə qədər qaz ayrılıb? 22,4 litr.
bizə verib 1,12 litr ayrılıb. Baxın, görək bu 1,12 litr ayrılsa nə qədər kalsium karbonat sərf olunar? X. Kənar həddi 20 dəfə azalar, burada 20 dəfə azalar. X neçə eləyər? 5. Tapdım burada kalsium karbonatın kütləsini 5. İndi ümumi 10 qram belə deyək qarışıqdır. Bunun 5 qramı kalsium karbonatı, düzdür? Yəni 10-u çıx 5. Bu deyir neçə? 5 də qalar kalsium oksidə də. İndi bunun kütlə payını soruşsa 5 bölünsün 10 vurulsun 100. Bu da eləyər 50%.